Selamun ala İlyasin, İlyas'a, Nuh'a salam olsun deyərkən bizlərə və müminlərə də Allah Subhanahu teala Kur'an-ı Kerim'de salam verir ve salamlayır. Bugün İslam dininde iki büyük ve müqəddəs bayramdan biri olan Fitr bayramıdır. Ramazan bayramıdır. Öncelikle Allah Teala bizlere hakiki mənada günahlardan temizlenmiş, onun huzuruna çıxarkən hakiki bir bayramı yaşamağı nəsib etsin qardaşlarım. Allah'a ve ahiret gününe iman eden bir Müslümanın dünya hayatı hakiki mənada bir fürsətdir. Ebedi hayatını temin etmek yolunda hakikaten de Allah Subhanahu teala bəxş etmiş olduğu bir nimətdir. Ömür bize emanettir arkadaşlarım. Bu ömrümüzü salih əməllərlə bəzəyib, onun rızasını kazanıp, Allah Teala'nın məhz bizlər üçün yarattığı cənnətdə əbədi yurdumuza doğru gedin.